Sen daha çık gel. Obraz başla. Danıştın işte. Gel bari. Söze bakayım sen Allah. Aç obzasını. Basın bayrağı. Aygır. Abi sen tavastan sana gelcene. Aygır. Sen ne Aygır bu dakika tutma. Aygır. Aygır. Gel obraya basını. Aygır bu dakika bırak. Gel buraya. Gel. Suda. Size yazık söyle. Allah belanızı versin. Oradan resim gel. Aygır. İşte çok Suyumuz var, su ver yani oradan yazdık. Sizin belanızı versin Allah sizin. Köpay oğlu. Kaşkındı da evi yok eşiği yok. Köpay oğlu boynu yok köpay oğlu. Ay kız, ay Fidan, ay oradan evden su getir. Sana Su getir evden. Su gel. Dur ayağa. Allah parmağınızı bunun yüzüne kalsın. Köpay oğlanları. Dur ayağa. Aslı verin de bir İslam. Ve kırantta su var da oradan kırantta su gelmiyor. Odaki akırda su. Sözümüzü ele alın, yalanı söyleyin ne olur. Yazıktır ne olur. Tam durup kıraktan bakıp. Yazık. Vallahi yazıktır. Allah hakkı yaram olmasa ben onlara cumardım iyi. Gelibine gittiler. Bunu da bunun yaşadığı yer. Çaktılar bu oynuyor, köpay oğlu. Peki her bir videoda çekilir utanırlar. Yo ben 8. oyunları koyacağım şimdi koy şey eləsinlər deyim ben. Gel yaşadığı yere bak sen cemaat belediyesine kömək edirik. Hökumət kömək edirik belediyesine gel bak. Allah kuandı da. Yok öyle sürtünler değil mi? O dikilersin kim ölsün? İyi gitsin. Adam utanırdı ki Azerbaycanlı. Birinin pulu yok deyin gelin bakacaklar. Adam da bile yere el. Sana Baruxlara Şahlar qızı 2 ilə yaxındır ki, burada Xətai Naxımov küçəsində bu vaqonda qalıram. Gördüyünüz bu vaqonda şəraiti olmayan 2 uşaq burada böyüdürəm. Biri gələcəyin əsgəri olar inşallah. 2 yaşı var. 2 yaşı var ancaq özü pnevmoniya xəstəsidir. Dəfələrlə 6 nömrəli xəstəxanada yatmışam. Ümidli yatmışam. Özü anadan gəlmək qüsurlu doğulubdur, əməliyyatdan çıxıbdır. Mən bu şəraitdə, bu vaqona yığılandan sonra uşağın pnevmoniya, asma xəstəliyinə tutulubdur. Bir tərəfi bir digər demək olar ki, uşağım məhv olubdur. Bu cür şəraitdə yaşayırım. Mənim şəraitim budur. Dəfələrlə getmədiyim qapı qalmayıb. Döymədiyim qapı qalmayıb. Hamısına getmişəm. Eyni sözlər eşmişəm. Get yaşaya bilirsən yaşa. Yaşaya bilirsən yaşa. Mən də yaşamaq istəyirəm, imkan vermirlər. Mehriban xanıma dəfələrlə məktub yazmışam. Dəfələrlə. Sənət prezidentə də yazmışsınız. Cənab prezidentimizə də yazmışıq. Prezidentimizə məktub yazmışıq dəfələrlə. Budur. Bu da mənə Qaşqınkomdan gələn cavablar. Bu məktublar kimə yazılıb? Bu Mehriban xanım Əliyevə, Azərbaycan Respublikasının və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevə yazdığım məktublardır. Bu məktublara cavab isə budur. Qaşqınkoma göndərilib. Qaşqınkom da mənə sadəcə bu məktubları yazıb və burada heç bir vəd verilmir ki, mən nə vaxtsa evlə təmin olunacam. Bax, budur. Ne yazılıb ki burada? Burada ancaq sadəcə olaraq vədlər verilibdir ki, ev tikilə bilər. Abşeron tərəfdə evlər, Qobu qəsəbəsində ev tikilib, orada mənə ev verilə bilər. Tam verilər. Bu da ki, heç bilirəm ki, Mehriban xanım əlinə dəmir. Amma habi ki, mən bu məktublarda bildirmişəm ki, mənim vəziyyətim ağırdır, dözülməzdir. Budur. İndi çıxaq çölü çəkək. Burada bir içərini də bir çəkək. Bizim yastığımız, durduğumuz 2 uşaq.
Yoldaşım və mən yatıb durduğum yer buradır. Bax, bu cür şəraitdə, bu cür yerdə, bu dar keçdikdə böyle. Kalk şöyle. Mən indi istədim burada bu şəraitimi gördüm. Mən heç bir köməklik yoxdur. Özüm sosial kartım var. Sosial kartımı qoyub 700 manat pul götürdüm ki özümə şərait quram. Heç olmasa bir otaq da olsa kənara çıxım. Bir kuxmu, bir tuvalet tamam heç olmasa tikim. Onda sağ olsun icraçılar. Xəfərən icraçılar gəldi. Məni tapdalayıb, məni əzib gedib. Mənim nisiya, mənim borca xərcə girib, daşqım aldığım mənzili, halbuki özləri məni o mənzilə təmin eləməli idi. Özümə şərait qurmaq istəyirəm, mən ona da imkan vermirlər. Yəni gəlib bax, bu vəziyyətdə. Çıxdığım yeri, bax, belə söküb, dağıdıb. Bax, dağıdıb, bax, bu yana qoydu. Üst bütün kilit, bir dənə üstü vurulasıydı. Bax, damxa, bir dənə buradan damxa. Bura nədir? Tuvalet. Müasir dildə deyirik, müasir dildə deyirik damxa. Bir dənə damxa çıxırıq. Bax, dağıdır, söküb. Fidan, qardaşını gətir bura, Fidan. Gətir bura qardaşını, bax. Buranı söküb, dağıdır. Belə məni də itəliyir, budağımı da, uşağımı da itəliyir, dağıdır. Buranı bir vəziyyətə qoydular. Soyunda bırak. Üstüne bakak, yanına bakak, gösteremiyorum da. Ara ki, tane şu koymuş. Ara ki, balamın karnına açıp bak. Əməliyyatdan çıxıb. Sözü ciyərlər xəstədir, bir ciyər xəstədir. Əməliyyatdan çıxmış uşaqdır. Heç bir köməklik, heç bir yerdən, heç bir köməkliyim yoxdur. Vəziyyətim budur. Özüm üçün şərait qurmaq istəyirəm. Özüm üçün şərait qurmaq istədim, onu da imkan vermədilər. İcraçılar gəlib məni əzir tapdalayıb, yəni gəlib bu vəziyyətə qoyublar. Mən üzümü buradan tuturam Mehriban xanım Əliyevə, İlham Əliyevə. Onlara müraciət edib, onlardan kömək istəyirəm. Cənab Prezidentimiz, hörmətli Mehriban xanım, mən sizdən kömək istəyirəm. Mən sizin vətəndaşınıza, biz sizi rəhbər bilirik özümüzə, biz sizi başçı bilirik özümüzə, sizi biz kömək istəyirik. Sizdən kömək istəyirəm, bir məcburi köskün kimi, bir Ağdam məcburi köskünü kimi sizdən kömək istəyirəm. Mənə kömək etməyinizi xahiş edirəm.